Salam. Sınaq paketimizdəki sualların biri ilə və onun izahı ilə tanış olaq. Sual belədir. Hansı cümlələrdə köməkçi nitq hissəsinin işlənib işlənməməsi dəqiq bilinmir? Kim sualı görməyibsə, videonu saxlayaraq suala baxsın, cavabını müəyyənləşdirsin. Daha sonra keçək bizim izaha. Rahat bir sualdır. Yəni kim köməkçi nitq hissələrini bilmir ki, özdə bizim suallarda orta məktəbdə olmayıb, ali məktəb qrammatikalarında göstərilən köməkçi hissələri göstərilmir. Yəni sırf orta məktəb proqramı çərçivəsində olur bütün suallar. Ona görə də heç kim yəni elə bir adam olmaz ki, desin mən bilmirdim ki, ilə bağlayıcıdır, yoxsa bağlayıcıdır, qoşmada ayıra bilmirəm. Yəni bu sınaqları işləyən adamlardan söhbət gedir təbii ki. Amma diqqətli olmaq lazımdır. Nədədir bu diqqət? Məsələn, A'da deyir ki, Rasimlə Hüseynə gül göndərdim. Burada lə iki cür düşünülə bilər. Bir, Rasim və Hüseynə gül göndərdim, bağlayıcı kimi. Bir də, Rasim ilə Hüseynə mən gül göndərdim. Həm Rasimə göndərmişəm, daha doğrusu, bir də Rasim vasitəsilə Hüseynə gül göndərmişəm, Rasimlə göndərmişəm gülləri. Qoşma kimi düşünmək olar. Qoşma kimi. Deməli, bunu biz iki cür düşünə bildik. Bəs A-nı götürə bilərik mi? Xeyr. Deyir ki, hansı cümlələrdə köməkçi nitq hissəsinin işlənib işlənməməsi bilinmir. Demir ki, qoşma və yaxud da bağlayıcı. Köməkçi. Yəni, istəyir bağlayıcı olsun, istəyir qoşma olsun, bu köməkçi nitq hissəsidir. 100% burada var. Bunu dəqiq deyə bilirəm. B-ni isə iki cür düşünmək olar. Madam gəlir, gözləyək. Şərt bağlayıcısı kimi. Bir də belə. Madam gəlir, gözləyək. Xanım mənasında. Bu cür sözləri eşidəndə bəzən tələbələr deyir ki, bizim dilimizdə varmı ki, belə sözlər? Var. Təbii ki, bizim mənşəli sözlər deyil. Madamdır, misdir, sinyordur, müsyodur. Yəni, bunlar hamısı işlənir. Hekayət-i Müsyo Jordan'ı keçəndə demirik ki, Jordan bəy. Yəni, müsyo sözü işlənir də bizim dilimizdə. Deməli, bunu xanım kimi də düşünmək olar. Xanım gəlir, gözləyək, madam. Bir də, madam gəlir, gözləyək. Deməli, burada bilmirəm, var yoxsa yoxdur. C-ni iki cür düşünmək olar. Mənim sənədlərimi gətirmisən, bir də sənədlərimi gətirmisən, yoxsa sadəcə çantaları gətirmisən. Mini ədat kimi də götürmək olar. Deməli, burada dəqiq bilinmir, var yoxsa yoxdur. D-də sarı sözü, məşhur nümunədir. Kəndə sarı taksi ilə getdi, sifət kimi. Bir də kəndə sarı taksi ilə, qoşma kimi. Sarını həm qoşma kimi düşünmək olar, həm sifət kimi. Amma götürmürük. Niyə? Çünki burada ilə var. Əgər ilə var,